ilə tanış oldum və bunun təbii ki, bütün tərəfləri ilə razıyam və həm də Hesablama Palatasının verdiyi mükəmməl bir rəy vardı. Amma hesabatdakı bir neçə məqama da toxunmaq və münasibətimi bildirmək istəyirəm. Hesabatda müəyyən çətinliklərin dünyada neft qiymətinin ucuzlaşması ilə bağlı olduğu bu qlobal bir təbii ki, dəyişiklikdir. Bizdəki olan çətinliklər də bu amillə bağlayıbdılar. Ona görə də biz bundan sonra da büdcədə təbii resurslardan əldə ediləcək gəlirlərin hesablanması üçün həmin məhsul qiymətin pessimist ssenari ilə müəyyən edilməsi və iqtisadi artımın stimullaşdırılması məqsədilə kompleks tədbirlərin görülməsi xəttini davam etdirməli və hesab edirəm ki, Respublikada bizim son ildə bu tətbiq olunubdur. İkinci məsələ Azərbaycan Respublikasında ümumdaxili məhsulun daha çox investisiya köklənmiş inkişafı xarakterizə olunur və bu siyasət nəticəsində də 2016-cı ildə investisiyanın ümumdaxili məhsulda deməli payı artıbdır, amma nəticə bizi qane eləməli deyil. Xüsusən təbii resursların ucuzlaşması fonunda bu məsələyə baxılmalı və artırılmalıdır. Başqa bir məsələ ticarətdə ixrac əməliyyatlarının həcminin azalması və idxalın həcminin artmasıdır ki, və hesab edirəm ki, buna biz həmişə toxunuruq, bu əksinə olmalıdır. Əksinə olmalıdır ki, idxal azalmalıdır və ixrac artmalıdır. Ona da müəyyən stimul yaradılmalıdır və təbii ki, orta və kiçik sahibkarlıqla bağlı biz yanaşmalarımızı və onların müəyyən dövlət dəstəyinə əlçatanlığının təmin olunması üçün addımlar atmalıyıq. Başqa bir məsələ isə İdxalın strukturundakı ərzaq məhsullarının payının yenə də çox olmasıdır və ən pisi də budur ki, bütün bu idxalda olan ərzaq məhsullarının əksəriyyəti öz ölkəmizdə istehsal olunması mümkün olan məhsullardır. Görünür yenə də avtonom tariflərin tətbiq olunmasına bağlı olaraq gömrükdə və yaxud da digər yanaşmalarla biz onu nail olmalıyıq ki, ölkəmizdə istehsal oluna bilən məhsulların kənardan idxalını və imkan qədər azaldaq. Xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı yenə də az olubdur və xarici ticarətdə idxal əməliyyatlarında özəl sektorun payı daha çox olub, daha çox idxalla məşğul olubdur. Ona görə bu istehsalçı və ixracatçı özəl sektorun arzu olunan səviyyədə olmamasını göstərir. Biz daha çox istehsalın artırılması ilə bağlı olan tədbirlərin görülməsində təbii ki, maraqlı olmalıyıq. Və hesabatda da görünür ki, bir çox rayonlar dotasiya ilə yaşayır və əyalət siyasətinin kompleks tədbirlərlə stimullaşdırılmağına buna da bir son verməyimiz çox vacibdir məncə. Çünki elə rayonlar var ki, onların imkanları və potensialı ona çatır ki, nəinki dotasiya altında büdcə əlavə vəsait versinlər. Bu istiqamətdə əyalət siyasətinin daha da stimullaşdırılması çox vacib şərtlərdən birisidir. Və mən bayaq toxundum, kiçik və orta sahibkarlara dövlət dəstəyi ilə bağlı olaraq yuxarı səviyyədə, deyək ki, nazirlər səviyyəsində, nazirlər kabineti səviyyəsində ciddi şəkildə məsələləri yanaşılmasına baxmayaraq, amma aşağı strukturlarda bu məsələdə çox maneçiliklər və çox bürokratik əngəllər vardır. Bunların qaldırılması da vacib şərtlərdən birisidir. Ticarət tərəfdaşlarımızın seçimlərə də baxmalıyıq və bu Hesablama Palatasının rəyində də göstərilibdir. Eyni zamanda da deməli, büdcənin icrasına bağlı sənəddə də göstərildi ki, məsələn, Rusiyada olan hadisələr, olan iqtisadiyyatında olan geriləmələr, sanksiyaların tətbiq olunması, valyutasındakı aşağı vəziyyəti bizim də iqtisadiyyatımıza və maliyyə bazarımıza təsir edir. Ona görə partnyorlarımız haqqında da düşünməyimiz vacib şərtlərdir. Mən bir çox məsələlərə toxunmaq istəyirəm. Təbii ki, zaman azdır, amma hər halda sonda bir də hökumədə çağırış etmək istəyirəm ki, problemli kreditlərlə bağlı da məsələlərə bir daha baxsınlar. Təşəkkür edirəm.